Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Ümid edirəm ki, bu videoların çəkilmədiyi bir müddətdə adımı, kanalın adını unutmamısınız. Hamıya bol şans, ənənəvi olaraq uğurlar arzulayıram. Və gecənin korunda, necə deyərlər, bir video çəkmək qərarına gəldim. Xatırlatmaları falan eləməyəcəm. Telegram kanalımızı izləyə bilərsiniz. Orada siz axır vaxtlar, düzdür, bəzi oyunlarda daha doğrusu, tökəzlədiyimizi görə bilərsiniz, tərslədiyimizi görə bilərsiniz. Amma ümumilikdə 90%-in üstündə bir canlı performansı var. Bunun üzərində çox işləyirəm. Sabahın oyunlarda screenshotlamasınlar deyə, bu vərəq doludur. Balaca vərəqdir, amma xırda-xırda şriftlərlə yazmışam. Xeyli sayda oyun var, canlıdan dəyərləndirə biləcəyimiz. Bu da belə. Darıxmışdım sizin üçün dostlar. Məsələ burasındadır ki, bəzi texniki problemlər var idi və o texniki problemləri bilməm, yenə də olacaq yoxsa yox, risk alıb, düzdür, ehtiyatımızı da götürüb bu videonu çəkmək qərarına gəldim. Uzatmayacağım və yavaş-yavaş keçəcəm öz, belə deyək də, seçdiyim oyunlara. Buradan mən əmsallar da görmək üçün TFC-ni açım, görün burada bizi hansı əmsallar gözləyir. Sonra deməsinlər ki, nə bilim, filan kəsin bir topu 1.30 neçə əmsalda onu bizə izah edir. Mən onu izah eləməmişəm də burada heç vaxt. Getdik. Proqram gözümün qabağındadır burada. Məsələn, Parma Fiorentina oyunu bizim canlı oyunumuz olacaq. Sonra 16:30-da Nottingham Forest Manchester City oyunu var. Mən bu oyundan uzaq duracağam dostlar. Sadəcə baxacağam. Nottingham Forest'in düşdüyü durumdan dolayı ki, sezon əvvəlində düşdüyü durumdan dolayı Sean Dyche gəldi. Sonuncu magikan, ona belə deyirlər. Gəldi və komandanı düzəltdi. Məsələ burasındadır ki, Sean Dyche bu cür oyunlarda biraz problem yarada bilər rəqibə. Sangarı, məsələn, Willy Boli, yoxsa yox, Willy Boli zədəlidir mən bilən. Sangarı dəqiq bilirəm ki, milliyə çağırılıb. Absurddur. Sunderland'dan Adingran'ı çağırmayıblar fil dişi sahilinə, Wilfried Zahan'ı çağırıblar ki. Deməli, City-də Ait Nuri yoxdur, Marmuş yoxdur. Bu ümumi bir sistemə qətiyyən təsir etmir, qətiyyən. Willy Boli, Côte d'Ivoire'dadır. Endoy zədəli, Sangarı, o da Côte d'Ivoire'da və Chris Wood zədəli kimi hələlik görsənir. Dostlar, mən bu oyundan uzaq durmağı tövsiyə edirəm sizə. Çünki əvvəla Sangarı çox önəmli oyuncudur, deməli, Sean Dyche üçün. Onun millidə olması və ümumiyyətlə City-nin fantastik bir formada olduğu bir dönəmdə Nottingham Forest çata-çat burada futbol oynamaz City ilə. Mən onu demək istəyirəm sizə və sadəcə bu oyundan, nə bilim, canlıdan bəlkə də dəyərləndirə bilərsiniz. Bu oyuna çox dəyməyin mənası yoxdur. Mənim şəxsi düşüncəmdir. Yenə də nəsə heç ürəyimə yatmayan bir oyundur bu. Əvəzində 17:00-da bunu əslində canlıya saxlamışdım, amma mən bunu deyəcəm. Deyəcəm və 18:00-dan başqa bir oyunda, bir ekstradan, deməli, bir dəqiqə. Səudi Ərəbistandan Damak Əl-Qatsiya oyunu 2-5 üst. Məncə bu oyunun qol-qolu da var. 2-5 üstün əmsalı 1.44-dür. Qol-qol 1.76-dır. Məncə hər ikisi gələcək. Bu mənim canlı bir ssenarimdə əslində. Baxacağıq. Paralel bu tərəfdə də biraz ona yaxın Lecce Como oyunu var. Como 2 oyunda udzur və qol vurmur dostlar. Bu normal deyil. Çox təəssüf ki, deməli, Como'nun yeri gəlmişən yəqin bilirsiniz də, Cesc Fabregas, Thierry Henry ilə yanaşı Mərvanın şərikləridir də, klubun sahibinin az da olsa səhmdarlarıdır. Səhmdar həm də söz sahibi deməkdir, aydın məsələdir. Şərikdirlər, belə deyək, baş məşqçi olmağı ilə yanaşı. Bunu nəyə görə deyirəm? Asana Diallo çox əla bir forma yığmışdı, sonra zədələndi və milli araya gedən ərəfədə Fabregas ağlaşma qurdu. Məşqçi ilə danışdı ki, bir oyunda oynasın və Roma ilə oyunda zədələndi. Yazıq ağlayırdı və millinin baş məşqçisi açıqlama yaydı ki,
imanımı yanıltmayım bir dənə. Ya Kamerun deyə Senegaldır. Məncə Senegallıdır o. Senegallıdır, hə. Deməli Senegalın baş məşqçisi zəng eləmişdi. Sonra belə bəyanat yayıldı ki, Fabregas ilə danışığımız heç də yaxşı keçmədi. Bu nə egoizmdir. Sən Diao'nu niyə belə eləyirsən? Bu zədədən təzə qayıdıb. Nəsə əl-qərəz. Bu komanda 2 oyunda qol vurmur və udmur təbii ki. Roma'ya uduzdular. Sonra kim uduzmuşdular? Çox da belə önəmli deyil, amma baxaq. Hə, Interə də 4 dənə yedilər. Sassuolo'nda 2-0 udmuşlar ondan qabaq. Əl-qərəz dostlar. Məncə Como udacaq bu oyunu. Udacaq. Elə burada da 2 met qalamışam. Başqa da heç nə. Burada əndirəbadi bir şey eləmək lazım deyil. 1.79 əmsaldır. Ağlınıza batırsa, yox, indi ay nə bilim, əmsal o deyil. Nə bu söhbətlər mənə, burada deyirəm bu sözü, mənə bəlkə bir 10 nəfər demişdi ki, bir əmsal var, o gəlmir. Bu belə bir mənasız söhbətlər gedir, o əmsal var, gəlmir. Ehtiyatı qorumaq yaxşı şeydir. Məsələn, necə ki, mən City-nin oyundan ehtiyat edirəm. Kimsə də indi baxır, o 10 nəfər deyir ki, qardaş, mən o əmsal gəlmir, Bruggen oyununda time'da gəldi. Oyun 6 plus yox, 8 plusa getdi. 18 plusa gedirdi az qala. Futbolu analiz edin, komandaların profilini analiz edin, o boş şeydir hamısı. Burada analiz nəyə əsaslanır? Mən sizə əlavə bir ekstrada 2 dənə şey deyəcəm. Lecce faktiki olaraq evində oynayır deyə. Səfərdə oynasaydı ekstra bir şərhlər eləyərdik. Amma burada Lecce evində oynayır deyə. Oynayır deyə və oynamalıdır deyə Como sakitcə keçid komandasıdır Como. Oyunun diktə eləyər keçid komandasıdır. 0-2 falan qoyar cibinə bu oyunu. Mən belə görürəm. İndi 1-2, 0-2 fərqi yoxdur. Əsas odur ki, Como utsun. Çünki Lecce'nin əsas, keçən dəfə kiməsə demişdim, mən tez-tez bu Telegramdan izləyicilərlə də oturam, çay içirəm, dərdləşirik, söhbətləşirik. Lecce'də Qaşpar yoxdur. Qaşpar səhv etməmsə Angola millisinin üzvüdür də. İndi o da yaxşı baxaq. Bizim çox adam deyir ki, bəzən yazırlar ki, ya uzadırsan, ya abi uzadırsan, belə pis çıxmasın siz də mənim başına. Əcəb eləm uzadıram. Kanal mənimdir. 5 nəfərin xoşuna gəlmirsə, 15 nəfər sevir bunu. 25 nəfər sevir bunu. Şey də yoxdur. Amma Banda da yoxdur, Kulibali də yoxdur. Amma əsas Qaşpardır. Stoperdir, çox sərt stoperdir. Kornerlərdə çıxır. Qaşparın olmaması o boşluğu verəcək. Oradan Como işləyə bilər. Fabregas yaxşı məşqçidir. Belə. Sonra getdik yavaş-yavaş üzü, Arsenal, Brighton. Burada heç nə yazmamışam. Özüm üçün sizə bir şey deyəcəm burada. Əvvəla onu deyim ki, yadıma düşmüşkən birini deyim. Niko Kovac 5-də 5 eləmişdik də məşqçilərlə, düzdür? 5-də 5 eləmişdik. 5 məşqçi demişdim ki, istefaya gedəcək, 5-i də getdi. Əlavə 2 dənəsini də əlavə eləm. Biri Niko Kovac'dır, Dortmunddakı. Bilmirəm, indi onu kontor saxlayır axıra qədər yoxsa yox. Biri də Van Persie. Van Persie torbadır. Bu aydın məsələdir. Nəsə düz getmir söhbəti deyil orada. Orada torbadır, açıq-aşkar görsənir. Bu belə. Məncə Arsenal, buradan yadıma düşdü. Arsenal bu il çempion ola bilməyəcək dostlar. Niyyəsini, potensial altını vura biləcək oyunlardan biridir. Arsenalın bu mövsümün sonunda Arteta'nın gedişini mən gözləyirəm artıq. Birincisi, Arteta çox qorxaq futbol oynadır. Pragmatizm başqa şeydir. Pragmatizm Oliver Glasner'dadır. Espanyolun baş məşqçisi Manolo Gonzalez'dədir. O avtobus sürücüsü deyib bəyənmədikləri. O avtobus sürücüsünün orada verdiyi nəticəyə baxın. Bizdə avtobus sürücüsü belə olmağa layiq olmayan adam gəlib futbolun başında durur, bir də görürsünüz bizdə. Amma görürsünüz adamlar kimlərə güvənirlər. Bizdə o taksi sürücülərin, avtobus sürücülərin dindirsəz, bəlkə də futbol funksionerləri bəyənməz. Onlar dindirsəz, 1000 dəfə bunlardan yaxşı futbol bilirlər. Ən azından elementar şeyləri bilirlər. Sözümün canı nədir? Pragmatizm odur. İndi kimsə deyə bilər ki, abi Oliver Glasner məncə yox artıq. Yox, məsələ odur ki, indi, məsələn, bu aralar Crystal Palace-a dəyməyin. Çünki sistem pozuldu. Birincisi İsmail Assar getdi milliyə. İkincisi, o onurğa sütunu var ha. Onurğa sütunundan bir fəqərə əskiləndə artıq darmadağın olur hər şey. Munoz, bilirsiniz də, polis, prokuratura, kimdə adəti qurumlar araşdırma aparır, o adam döyüb də. İndi kim haqlıdır, kim haqsızdır, məsələ o deyil də. Oliver Glasner dedi ki, cəzasını çəkəcək. Neçə oyunda yoxdur Munoz.
və aləm dəyib bir-birinə. Qaşamalaşır. Əli qərəz dostlar, uzun sözün qısası. Artetanın ki, praqmatizm deyil, vallah praqmatizm deyil. Bu qorxaq bir futbol oynadır. Mən bunu keçən mövsümdən deyirəm də sizə. Ona görə də məncə Arsenalın başında sonuncu mövsümüdür. Ola bilər yanılıram, ola bilər çempion olacaq. Məncə çempion olmayacaq. Digər tərəfdən Brighton-a baxıram, 2 oyunda qol vurmur. Milliyə oyunçu göndəriblərmi? Bir dəqiqə, Yakubo Minte birdən yadıma düşdü, amma Minte, Baleba, Baleba yoxdur, vəssalam. Məncə Brighton vuracaq dostlar. Bu oyuna bir dəqiqə Arsenaldır deyə burada yaxşı olacaq qol. 1.80. Mən Arsenala 1.35 ilə qələbə oynamaram. 1.80 qol-qoldur və hoqqabazlıq eləmək istəmirəm valla. Şəxsi düşüncəmi sadəcə deyəcəm. Qol-qol X 6.20 əmsaldır. Mən bu oyunu belə görürəm. Sevmirəm Artetanı. Arsenal kimi klub daha çox şeyə layiqdir. Qorxaq futbola yox. Belə, Brighton da özü keçid komandasıdır. Sən yerləş Brightonun yarım hissəsinə, gör Brighton keçiddən səni necə vurur. Bu arada əslində Brightonun bir topu falan demək istəmirəm buna. Niyə görə? Çünki bəzi oyunlarda qaçırıq da. Brighton bir topun götür, çəkil qırağa falan beşmişən. Brighton buraxmazmı? Futbolda ola bilər, amma Brighton buraxacaq. Birini də vursun, olsun əlaçı. Brightonun bir topu 2.5 üstü 1.56'dır. Brighton bir topu 1.58. Qəşəng. Qol-qolu 1.80 əmsaldır. Mənim şəxsi düşüncəmdir. Kim razılaşmırsa, eyvallah. Əlini sıxıram, öpürəm. Dostlar, Brentford var burada. Brentford Bournemouth. Brentford evində. Kayode out atır. Thiago saxlayır. Qoyur qapıya qol. Əla. Neçədir bunun 2.5 üstü? 1.63. Qol-qolu 1.51. Ola bilər mən tərs deyərəm. Ola bilər mən dediyimin tamamilə əksi gələ bilər. Bu oyunda qol-qol, bu oyunda üst, bu oyunda qol-qol üst time'dan gələ bilər dostlar. Bu komandaların adına baxırsan, sanki o qol-qol X-i görürsən orada. Yəni daha doğrusu X-i görürsən, amma fikirləşirsən ki, bu 99% qol-qolla deyir. Mən qol-qol X istəmirəm bu oyuna. Komandaların adları onu deyir bizə. Baxaq görək kimlər var, kimlər yoxdur bu oyunda. Deməli, milli araya kimi göndəriblər. Onyeka, Dangoutlara yoxdur. Dangoutların bu il açığı o qədər də çox, niyəsə çox təəccübləndim. O qədər də rotasiya oyunçusuna çevrilib. Amma yaxşı pula satacaqlar onu. Məncə, elə Bournemouthdan gəlib. Bournemouthda da yatıb durub şükür edirlər ki, Semenyo milliyə gedə bilmədi. Niyə? Çünki Qana millisi gedə bilməyib də. Optimal heyətlərdir. Yəni, vallah bu oyunun mən deyim 3-500, 4-500, siz götürün 2-500-dən, qol-qolla günü xilas eləyin də, belə deyək. Amma qol-qol 2-500-dür. Brentford ev komandasıdır bu il. Manchester United'ın belə başına oyun gətirdilər evdə. Brighton qələbəsiz gedir dostlar. Bu normal deyil. Bu komandalar çıxar, adam balası kimi futbolunu oynayarlar. Bilməm, indi orada yağış falan, belə hava şəraiti də önəmlidir. Amma Brentfordun o yağışlı havalarda, elə Bournemouth'un özündə trillerlərini görmüşəm mən. Cinahlar işləyər, kornerlər standartlar, Evanilson çıxar sağdan sola çəkib solla qoyar dibə. Sıfır xəttinə enib, yoxdan konfet düzəldən Semenyo. O tərəfdə Brentford izah eləməyə ehtiyac yoxdur. Super komandadır ikisi də. Ən sevdiyim tipajda komandalardır. Çıxarlar, adam balası kimi futbol oynayarlar. Qol-qol 2-500. Uzatmanın mənası yoxdur çox da. Tərsləyəcəm, tərsləyəcəm. Başqa da nə deyim? Deməli, sonra kim idi burada bizdə? St. Mirren Kilmarnock oyunu var. Şotlandiyada. Mən deyirəm St. Mirren fora ilə udar. St. Mirrenin qələbə əmsalına əvvəlcə baxın. Siz sadələşdirin. Yaxşımı? 1.80-dir St. Mirrenin qələbəsi. St. Mirren hər hansı bir hissəni qazanar. 1.41-dir. St. Mirren 2 top vurarmı? Məncə vurar. Bu da canlı senarimiz olsun. Zaten yazmışam onu.
St. Mirren burada məncə Foro ilə də hətta uda bilər. Foro ilə qələbəsi nə qədərdir? 3.24 deyə. Nə bilim, deyək də, yəni burada durub 1.30-u falan izah eləyəsi deyil ki, siz bunu gözəl şəkildə sığortalayacaqsınız zaten. Famalicão Estrella oyunu var. Famalicão Estrella. Bu arada Şotlandiyadan bir dənə oyun qaçırdım. Bu ikinci liqanın oyunudur, amma işimizə yaraya bilər. Həm də canlı ssenarimizdir bu. Düzdür, buradakı canlılar ayrıdır, mən bu tərəfə baxıram da. Seçdiyim yaxşı oyunları baxıram. Ross County St. Johnston'la oynayır. Məncə burada St. Johnston 1-5 üstündə qələbə olacaq. Bir turnir cədvəlində göz atarsınız. Famalicão Estrella nə qədər açıblar Famalicão qələbəsinə? 1.54. Famalicão qələbə. Qalanı məni maraqlandırmır. İnşallah ki udar. Və Gent Westerlo. Niyə görə götürdüm bu oyunu? Keçən dəfə mənə bir nəfər bir video atıb. Keçən dəfə mənə bir nəfər bir video atıb ki, abi, Genti keçən dəfə izah eləmişdin. Oturmuşam Gentin oyunlarına baxıram. Belçikada yaşayır, bizim izləyicimizdir. De Bruyne formasını mənə söz vermişdi, gətirəcək. Görək gəlib çıxacaq yoxsa yox. Deyir ki, abi Genti necə demişdinsə müdafiəsi yoxdur. Bu komandanın doğrudan müdafiəsi yoxdur. 1.51 əmsaldır, 2-5 üst. Atın ortalığa. Çünki Gentin momentlərə də çox girir. Siz arxa dirəyə oynayırlar. Hücum asmalar. Amma bilmirəm, yəni abi bu ağılsız futboldur. Yəni biri var, bu şuursuz bir futboldur. Bunun başqa adı yoxdur. O şuursuz futbolun qarşısında deməli bizə saniyə 23:45-dədir də bu oyun. Haradadır? Hə, buradadır. Westerlo pis cəzalandıracaq bunları. Westerlo'nun bir topu var bu oyunda. Gentin oyunundan dolayı. Mən hətta deyirəm Westerlo ikincini də vuracaq bunlara. Amma Gent də sanki vuracaq deyə ortalığa. Oydu, Gent neçə oyunda udmur. Bu oyun, bax, belə oynayacaqsansa udmayacaqsan da. 5 oyunda bu komanda udmur. Yox, kubokda udub da, hə. 5 Ligada 1, 2, 3, 4, 5, 6, 7 oyunda bu komanda udmur ligada. Bəlkə də time 2 oyun 1 falan gəldi bu oyun. Nəhayət ki Gent uddu. Amma abilər yenə deyirəm ha. Gent kimi komandalar harda gördünüz? Canlıdan ən azından çəkinmədən 2-5 üst oynayın. Çünki bu komanda onu oynayır. Bunun başqa oyunu yoxdur. Axırıncı oyunlarına baxın. 2-1, 0-2. Bu 2-1, 0-2 də nədir? Sizə deyim. Brügge 2'sini vurub, Antwerp 2'sini vurub. Və gələn gedəndən var. Union Saint-Gilloas'dan da deməli həddini bilərək oynayıblar. Çünki Saint-Gilloas çox bərk komandadır da. Gentdən deməli Cercle Brugge-ni, hə, elə özünün tayıdır. Onu 3 dənəsini vurub, yenə də 3-1 qutarıb oyun. 1-3 daha doğrusu. Saint-Truden'dən 2'sini yiyib. Westerlo ilə də səfərdə 0-0 oynayıblar. Siz Allah gəlin elə belə bir oyunun statistikasına baxaq. Big Chains. 6 moment qaçırdı Westerlo həmin oyunda. Bunun 3'ü potensial qol da minimumla götürək. Belə dostlar, mənim deyəcəklərim bu qədər. Hamıya bol şans, uğurlar arzulayıram. Darıxmışdım həqiqətən də, qaşınırdım, əməli başlı nəfəs alamırdım YouTube-suz. Sadəcə bir texniki məqam var idi, onu atlamalıydıq ki, davam eləyək. Uğur olsun dostlar, öpürəm sizi, bağrıma basıram, Allah'a emanet olun.